Herkese salam, kanalımıza ve videomuza hoş geldiniz. Bugün sizinle birlikte blok imtahanıma necə hazırlaşdığımdan, tarix, ədəbiyyat kimi fənlərə necə hazırlaşdığımdan və həmçinin hər bir abituriyentin bilməli olduğu bəzi məsələlərdən danışacağım. Əslində bugün Hüquq Fakültəsi Part 2 videosunu çəkəcəkdim. Amma gələn çox sayılı rəylərə əsasən və həmçinin imtahana da çox az bir müddət qaldığı nəzərə alsam, düşünürəm ki, bu video sizin üçün daha yararlı olacaq. Çünki Hüquq Fakültəsinə gedən yol qəbul imtahanından keçir. Ona görə də bu videonu diqqətlə dinləyin. Videonun sonunda da abituriyent vaxtı özümə yazdığım bəzi məktublar var. Onlardan da sizə oxumaq istəyirəm. Çünki bu məktubları heç vaxt heç kəsə icazə verməmişəm oxusun. İlk dəfə burada sizinlə birlikdə oxuyacağıq. Bugün buraxılış fənləri ilə bağlı danışmayacağım. Çünki Ayxanla birlikdə çəkdiyimiz videoda buraxılış fənlərindən Azərbaycan dili haqqında danışmışam. Ona görə də əlavə olaraq burada danışmaq istəmirəm. Onu izləmək üçün buradan ya da buradan bir yerlərdən keçid edib izləyə bilərsiniz. İlk olaraq başlayaq. Tarix fənnini necə yadımda saxlayırdım, necə öyrənirdim, necə ezbərləyirdim. Az sonra deyəcəklərimdən sonra aradan 20 il keçsə də, 30 il keçsə də heç vaxt öyrəndiklərinizi unutmayacaqsınız. Təkrar biliyin anasıdır, atasıdır, boşuna deməyiblər. Həqiqətən də siz nə qədər çox təkrar etsəniz, o qədər çox yadınızda qalacaq. Məsələn, evə müəlliminiz 4-cü paraqraf verib öyrənməyə, siz başlayın 1-ci, 2-ci, 3-cü paraqrafda təkrar etməyə. Yəni məcbur deyilsiniz ki, oturub hamısını başdan ayağa oxuyasınız, sonra 4-cü paraqrafı öyrənəsiniz. Ən azından bir göz gəzdirin. Çünki göz yaddaşı deyilən bir şey də var və imtahanda sizin çox işinizə yarayır. Hətta bəzən elə olur ki, göz yaddaşı sayəsində bilirsiniz ki, bu məlumat kitabın bu səhifəsində bu şəklin altında yazılıb. Amma onu xatırlayırsam orada nə yazıldığını xatırlamırsınız bəzən. Təkrar eləyin o heç öz yerində, amma bəzən olur ki, dərsə başa düşmürsünüz. Dərs nə qədər oxursunuz yadınızda qalmır, yeni bir mövzudur, sizə yaddır. Mən necə öyrənirdim dərsi? Bunu sadəcə tarix fənninə aid eləmirəm. Hüquqda da bütün dərslər mən elə öyrənmişəm, imtahanda da elə öyrənmişəm. Qıraqdan dəli kimi görsənə bilərəm, amma çox effektiv bir üsuldur. Dərsi səsli şəkildə oxuyun və kiməsə izah edirmişcəsinə oxuyun. Yəni düşünün ki, qabağınızda şagirdlər var, tələbələr var, siz müəlliməsiz və bir mövzunu onlara izah edirsiniz. Siz nəyi nə vaxt izah edə bilərsiniz, bilirsiniz? O mövzunu çox yaxşı dərk edəndən sonra izah edə bilərsiniz. Və siz hər izah elədikcə daha da dərinə düşürsünüz və siz başlayırsınız araşdırmağa, bu problem niyə belə oldu, bu hardan qaynaqlanır və siz başlayırsınız araşdırma eləməyə. Və siz araşdırma elədikcə həmin o situasiya, həmin o başa düşmədiyiniz hissə sizin gözünüzdə canlanmaya başlayır. Və mən tarixi niyə unuda bilmirəm bugünə qədər? Çünki hamısını beynimdə tək-tək canlandırmışam. Bütün döyüşlər beynimdə canlandırmışam. Hər bir şey hal-hazırda ilk günkü necə öyrənmişəm, olduğu kimi qalıb. Və bu sadəcə dərsi öyrənməklə bağlı deyil, toplu işləyəndə, test işləyəndə də bunlar diqqət edin. Məsələn, bir mövzunu öyrəndiniz, bitirdiniz və həmin mövzuya aid bütün testləri işləyin və siz bilirsiniz ki, məsələn, birinci sualda A variantıdır. Amma onu yazmaqla kifayətlənməyin. Baxın, görün niyə B variantı deyil. Ya da B variantının uyğun gəldiyi cavab hansıdır. Bütün hamısını araşdırın və onu da, yəni test eləyəndə də belə kiməsə izah eləyirmişcəsinə izah eləyin, səsli bir şəkildə. Niyə səsli bir şəkildə daha çox vurğulayıram? Çünki səssiz bir şəkildə kitab oxusaz, yəni mənim başıma çox gəlib deyirəm. Yəni acı bir bədii kitab belə oxusam, oxuyuram amma gözüm oradadır, amma fikrim birdən-birə gedir başqa yerə. Və bunu önləmək üçün səsli bir şəkildə oxumaq çox effektiv bir üsuldur. Bununla bağlı digər bir üsulum, digər bir metodum isə kodlama metodudur. Necə kodlayırsınız? Məsələn, görürsünüz ki, öyrənə bilmirsiniz, görürsünüz ki, qarışıqdır mövzu. Məsələn, yadıma salın bir kod. Bolqarıstanla Neyi müqaviləsi imzalanıb və həmin hissədə xatırlayıram ki, kitabın bu səhifəsində idi və orada sxem var idi, onun üstünə yazılmışdı. Və orada bir çox müqavilələr var idi. Mən o müqavilələri ayırt etməli idim. Necə ayırt elədim? Nəyi gətirsin? Bolqar bibərini gətirsin. Bolqar bibərini Bolqarıstan əlaqələndirmişdim. Neyi müqaviləsini isə Nəyi sözünə əlaqələndirmişdim. Və bir də tarixdən çalışın ki, çoxlu qəbullar işləyin, çoxlu düşən suallar işləyin. Çünki onlar həqiqətən də imtahana düşür. Ədəbiyyatla bağlı tarixdə olduğu kimi çox trik verə bilməyəcəm. Çünki ədəbiyyat tarixə nisbətən daha belə qeyri-dəqiq fəndir. Çünki tarixdə bilirik ki, məsələn, bu ildə olub, islahatların nəticələri budur. Amma ədəbiyyatda bir misra verilir və soruşur ki, müəllifin fikri nədir burada? Mən nə bilim, müəllifin fikri nədir orada? Yəni, ədəbiyyatın belə sağa solu çox bəlli olmur. Ona görə də tövsiyəm budur ki, əsəri oxuyandan sonra isti-isti əsərlə bağlı olan bütün testləri işləyin, heç nə qıraqda qalmasın. İndi isə abituriyentlərə ümumi olaraq məsləhətlərimi verəcəm. Dərs oxuyarkən telefonunuzu yanınızda saxlamayın,
qəti şəkildə etməyin bunu. Bunu sadəcə abituriyentlərə şamil eləmirəm. Universitet tələbələrinə də aiddir bu. Nəyisə hazırlaşırsınız, nəyisə öyrənirsinizsə, əgər telefon sizin yanınızdadırsa, mümkün deyil öyrənə bilmərsiniz. Bilirsiniz, nə edirdim? Hansısa dostuma yazırdım ki, telefonu 4 saat ərzində götürməyəcəm. Və bunu dedikdən sonra telefonumu söndürürdüm, qoyurdum bir qırağa, başqa bir otağa. Və əgər telefonu götürsəydim, özümə verdiyim sözü, dostuma yazdığım sözü tutmayacaqdım. Ona görə götürmürdüm telefonu, əlimi belə vurmurdum. Çünki telefon sizin ətrafınızda olanda, yanınızda olanda, istər-istəməz əliniz gedir o telefona və siz diqqətiniz yayınır. Və deyirsiniz ki, qoy görüm kimsə mənə nəsə mesaj yazıb, nə yazıb, niyə mənim telefonumun işığı yandı. Və durursunuz bir dəqiqəlik belə olsa o telefonu götürməyə və vaxt elə keçir ki, 1 dəqiqə olur, 10 dəqiqə, 10 dəqiqə olur, 1 saat. Özünüzü heç vaxt, heç kəslə müqayisə etməyin. Baxmayaraq ki, ətrafdakılar çox deyir ki, onun qızı 30 yazdı, sən niyə yazmadın? Amma bu çox böyük səhvdir. Bunu da uşaqlarınıza, övladlarınıza deməyin. Çünki hər kəsin beynini inkişaf etdirməsi dərəcəsi eyni deyil və ola da bilməz. Məsələn, bizim qrupda elə uşaqlar var idi ki, testin üzünə baxırdı və cavabı avtomatik bilirdi. Amma mənim elə bir xüsusi zəkam yoxdur. Mən gərək araşdırım, yazım, pozum, səhv eləyim, sonra düz tapım. Bir də mənə ən çox verilən suallardan biri o idi ki, dərs planı haqqında danış. Mənim heç vaxt dərs planım olmayıb. Olubsa da, olmaması da yaxşıydı. Çünki nə vaxt özümə dərs planı qurmağa çalışsam, həmişə məni daha da stresə salırdı bu dərs planı. Çünki götürürdüm bir vərəq və yazırdım ki, məsələn, 100 dənə tarixdən test işlə. Bu məsələləri oxu, 50 dənə ədəbiyyatdan test işlə. Və onu belə qaza gəlirdim, yazırdım nə qədər. Və heç birini eləyə bilmirdim. Və eləyə bilmədikcə, hər eləyə bilmədikcə də özümü depressiyaya salırdım ki, mən heç nə bacara bilmirəm, yazdıqlarımı eləyə bilmirəm və bu məni getdikcə stresə salırdı. Ona görə də hazırlıq müəllimlərim evə nə dərs verirdisə, onu yazırdım və üstəgəl harda boşluğum var idisə, o hissləri doldurmağa çalışırdım. Məsələn, fikirləşirdim ki, bu mövzu nəysə tam bilmirəm, onun üstündə işləyim. Bol-bol izah videolarına baxırdım, təhlil videolarına baxırdım. Çünki xüsusilə ədəbiyyatda əsəri oxuyuram, amma nəsə başa düşmürəm. Görürəm ki, hiss edirəm, nəsə başa düşmürəm və YouTube-dan təhlil videoları var idi, onlara qulaq asırdım. Nə qədər çox saat dərs oxumağınız heç önəmli deyil. Az oxuyun, amma saz oxuyun. Hər yorulduqca, hər mənə o bezmişlik gəldikcə YouTube-dan açırdığım motivasiya videoları var idi. O vaxt türklərin motivasiya videolarına çox qulaq asırdım. Yəni sadəcə yorulanda, bezəndə yox, atletika yarışlarına getmədən öncəki gecə də onlara qulaq asırdım. Məni çox qaza gətirirdi. Onları da sizə tövsiyə edirəm. Amma sizin əsas motivasiya edəniniz elə siz özünüz olmalısınız. İndi bunları oxuyacağım. Mən həmişə özümü motivasiya eləməyə çalışmışam, özümə məktublar yazmışam ki, universitetə girəndə mən onları açıb oxuyum və hər oxuduqca pis oluram. Pis oluram deməyim, belə duyğulanıram, qərib oluram. Hansını oxuyum mən? Salam. Son 5 ay buraxılışam. Tarixi də yazmışam. 18 noyabr 2020. Son 8 ay qəbula. Son 10 ay universitetdən içəri girməyə. Son 10 ay. Həmin qapıda başım dik şəkil çəkdirməyə. Və bunların olması üçün çox və çox, amma hədsiz çox çalışmalıyam. İlk öncə qabağımdakı Azərbaycan dili test toplusunu bitirməliyəm. İnanıram. Qazanacağım. Bütün xəyallarıma çatacağım. İstədiyimi əldə edəcəm. Allahdan tək istəyim 600+ toplayıb istədiyim universitetə girməkdir. İnşallah bu yazıyı universitetin ilk günü açıb oxuyaram. Duyğulanaram və özümlə fəxr edərəm ki, bacaracağam. Dedim və etdim. Özümə inanıram, bacaracağam mən. Bu 5 ayı heç pes etmə. ...607.3 Altını da yazmışam ki. Sən bacardın. Bir dənə də yazı var, onu da oxumaq istəyirəm. Buyur, nədir? Yığ keç 588-i,
qır məhəllə rekordunu. O vaxt bizim məhəllədə bir qonşumuz var idi və həmişə deyirdi ki, qızın 588 yığıb, bu həyətdə ondan çox yığan yoxdur. Və mən hər o söz dedikcə mənə bir qıcıq gəlirdi ki, necə yəni? Necə yəni mən onu keçə bilməyəcəm? Və hər dəfə bu söz deyirdi. Və elə bir məni qıcıqlandıran nə var idisə, mən onları pozitiv yöndə dəyişdirmişəm. Hər birinizin yüksək nəticə əldə edəcəyinizə çox inanıram. Çünki əgər bu videonu açıb izləyirsinizsə, demək ki, nəyisə dəyişdirməyə çalışırsınız. Nəsə məsləhət almaq istəyirsiniz, ona görə bu videonu izləyirsiniz. Və hər birinizə inanıram, güvənirəm və sizi çox sevirəm. Əgər videom sizin üçün faydalı oldusa, kanalımıza abunə olmağı və bizi Instagram üzərindən izləməyi unutmayın. Məni izlədiyiniz üçün təşəkkür edirəm.